Yoldaşlar, hər vaxtınız xeyir olsun. Vergi xidmətinə hazırlaşan və 21 dekabrda imtahan verəcək olan tələbələr üçün artıq üçüncü sınavımızı təşkil etmişdik və 7 dekabr sınavımız özündən öncəki sınavlara nəzərən fərqli idi, çünki ödənişli idi və e, öz tələbələrimiz və kənardan qoşulan tələbələrlə birlikdə 356 nəfərin əyani və onlarla insanın da onlayn qoşulduğu bu sınavda 4000 manata yaxın büdcə toplandı və bu büdcənin təyinatını tələbələrimizlə ortaq verdiyimiz qərara əsasən ailələri tərəfindən müxtəlif əziyyətlərə məruz qalmış və zorakılıq görmüş uşaqların yaşadığı sığınacaqların birinə böyük bir yardım kampaniyası təşkil etdik və bununla bağlı sosial şəbəkələrimizdə paylaşımlar etmişik. Bu sınavdan ödəniş alınan hər bir tələbənin ödənişi belə deyək, uğurlu bir təyinat üzrə xərclənib. Bunun üçün tələbələrimizə təşəkkür edirik və hər birinə imtahanda uğurlar arzuluyoruz. Yerdə qalan tələbələr üçün isə bu sınavın PDF-ni ödənişsiz şəkildə paylaşacağıq və bu videolarda da siz sualların hamısının izahını görəcəksiniz. Elə ilk videomuz verbal mətnlərin təhlili ilə bağlı olacaq. Mətin 1. Sənaye inqilabı. Sənaye inqilabı 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində baş verən böyük sənayeləşmə və innovasiya dövrü idi. İngiltərədə başladı və sonra Avropa və ABŞ-da daxil olmaqla dünyanın digər hissələrinə yayıldı. Sənaye inqilabı yeni istehsal proseslərinin tətbiqi, buxar enerjisi və mexanikləşdirmənin istifadəsi ilə səciyyələnən aqrar iqtisadiyyatlardan sənaye iqtisadiyyatlarına əhəmiyyətli keçidi təmin etdi. Sənaye inqilabının əsas yeniliklərindən biri 1764-cü ildə James Hargreaves tərəfindən ixtira edilmiş ip əyrən maşını idi. Bu maşın bir operatora eyni anda birdən çox sapı fırlatmağa imkan verirdi. Digər mühüm ixtira 18-ci əsrin sonlarında James Watt tərəfindən hazırlanmış buxar mühərriki idi. Buxar maşını nəqliyyat və sənayedə inqilab etdi. Dəmir yolları və buxarla işləyən fabriklərin inkişafına səbəb oldu. Sənaye inqilabının dərin sosial, iqtisadi və mədəni təsirləri oldu. İnsanlar iş axtarmaq üçün kəndlərdən şəhərlərə köçdü və urbanizasiyaya səbəb oldu. Bu, həm də orta sinfin böyüməsi və dominant iqtisadi sistem kimi kapitalizmin yüksəlişi ilə nəticələndi. Sənaye inqilabı cəmiyyətləri dəyişdirdi və müasir sənayələşmiş dünyanın əsasını qoydu. Mətnə əsasən aşağıdakı mülahizələri qiymətləndirin. 86-cı sualdan başlayırıq. Sənaye inqilabının təsirlərindən biri də orta sinfin böyüməsi və kapitalizmin yüksəlişi idi. Bəli, bu doğrudur. Çünki qeyd edib ki, sənaye inqilabının dərin sosial-iqtisadi və mədəni təsirləri oldu. İnsanlar şəhərlərdən kəndlərə, daha doğrusu kəndlərdən şəhərlərə köçdü, urbanizasiya səbəb oldu. Bu, həm də orta sinfin böyüməsi və dominant iqtisadi sistem kimi kapitalizmin yüksəlişi idi. Çox rahat sual idi bu. Sənaye inqilabı İngiltərədə başladı və ABŞ-da yekunlaşdı. Biz bunu təyin edə bilmərik, qiymətləndirə bilmərik. Çünki İngiltərədə başladığı məlumdur, amma ABŞ-da yekunlaşdığı məlum deyil. ABŞ-la davam etdiyi məlumdur. Biz bunun harada yekunlaşdığını və ya ümumiyyətlə yekunlaşıb-yekunlaşmadığını bilmirik. Ona görə qiymətləndirilməsi mümkünsüz deyirik. James'in ixtirası nəqliyyat və sənayedə inqilab etdi, dəmir yollarını inkişafına səbəb oldu. Yoldaşlar, James Hargreaves müxtəlif ip əyrən maşınları ixtira etmişdir. Bizim buxarlı mühərriki və nəqliyyata təkan verən ixtiranı James Watt ixtira edib. Bu, digəri deyil. Ona görə buna yanlış deyəcəyik. Yazılışlarda, adların yazılışlarında fərq, amma tələffüzündə oxşarlıq var deyə müəyyən qədər tələbələr bu sualda çaşmışdılar. 89-cu sual. Aqrar iqtisadiyyat sənaye iqtisadiyyatına keçidi ilə urbanizasiya prosesi baş verdi. Doğrudur. Fikir verin, əvvəl hansı iqtisadiyyat idi? Əvvəl aqrar iqtisadiyyat idi. Sonra nəyə keçdilər? Sənaye iqtisadiyyatlarına keçdilər. Və bu nəyə gətirib çıxartdı? Fikir verin, burada nə deyir? Urbanizasiya, bəli.
İnsanlar əkirdilər, e, müxtəlif bitkilər, heyvandarlıqla məşğul idilər, aqrar sənaye ilə məşğul idilər. Amma fabrik və zavodlar tikildi, kənd yerlərindən insanlar şəhərlərə köçdü ki, iş tapsınlar. Bu da urbanizasiya prosesini sürətləndirdi. Doğrudur. 90-cı sual, sonuncu sual, bu mətnin sonuncu sualı. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində baş verən böyük sənayeləşmə və innovasiya dövrü sənaye iqtisadiyyatının aqrar iqtisadiyyatdan bir neçə qat böyüməsinə gətirib çıxarır. Yoldaşlar, bəli, biz mətndə bilirik ki, 18-ci əsrin sonundan başlayaraq sənayeləşmə, innovasiya dövrü başladı. Sənaye iqtisadiyyatı aqrar iqtisadiyyata keçdi. Buraları bilirik. Amma sənaye iqtisadiyyatının aqrar iqtisadiyyatla neçə qat müqayisə olunduğunu mətndə biz heç bir abzasda görməmişik. Ona görə səhv ya da doğru deyə bilmirik. Qiymətləndirilməsi mümkünsüz deyəcəyik. Nə görmürük mətndə, nə də müqayisə aparmağımız üçün cümlələr yoxdur. Yəni zəmin də yaranmır. Növbəti mətn, ikinci mətn, J0 krateri. Bu yaxınlarda Marsda J0 krateri adlı hövzədə göl tapılır. Bu barədə ABŞ Aeronavtika və Kosmik Agentliyindən NASA'dan açıqlama verilib. Bildirilib ki, Mars orbitində və səthində araşdırma aparan Perseverance adlı cihaz Marsda bu gölün mövcudluğunu təsdiq edən məlumatlar toplayıb. NASA'nın internet saytında verilən xəbərə görə robot cihazın ötürdüyü məlumatlar elm adamlarının Marsın bəzi hissələrində bir zamanlar su ilə örtüldüyünü və mikrobiyoloji həyatın ola biləcəyinə dair yanaşmalarını təsdiqləyir. Qırmızı planetdəki 60-dan çox bölgəni diqqətlə araşdıran missiya komandasının və dünyanın 4 yanından alimlərin tövsiyələri əsasında NASA 49 kilometr ölçüsündə olan və çox sayda deltaları olan J0 kraterinin Perseverance'ın eniş nöqtəsi kimi təyin edib. Yəni Perseverance cihazı J0 kraterinə enib orada işləri görməyə davam edib. J0 5 illik geniş araşdırmadan sonra seçilib. Yəni bu cihazın enməsi üçün. Alimlər illərdir bölgəni uzaq keçmişdə su ilə dolu olduğunu və orada qədim çay olduğunu bildirirlər. Perseverance məlumatlarında göstərilir ki, 3,5 milyard ildən çox əvvəl çay kanalları kraterin divarlarını aşaraq göl əmələ gətirib. Alimlər bölgənin necə formalaşdığını, inkişaf etdiyini araşdırmaq, keçmiş həyatın izlərini aşkar etmək üçün Marsdan qaya və torpaq nümunələri toplayacaq. Qeyd edək ki, J0 kraterinin eni 45 kilometrdir və Mars ekvatorunun şimalında Isidis Planitia adlı ovalıqların qərbində yerləşir. Baxırıq 91-ci suala. Perseverance cihazı 5 ildir ki, J0 kraterində araşdırmalar aparır və yer planetinə məlumatlar ötürür. Təyin olunması mümkünsüzdür. 5 ildir ki, cihaz oradadır demir bizə. Deyir ki, 5 illik araşdırmadan sonra seçilib ki, cihaz oraya endirilsin. İndi cihaz orada neçə ildir araşdırma aparır? Bilmirəm. Onda niyə yanlış deyim ki? Deyirəm ki, qiymətləndirilməsi mümkünsüzdür. Axı mən bilmirəm. Isidis Planitia adlı ovalıq Mars ekvatorunun yuxarı hissəsində yerləşir. Buna doğru deyəcəyik, çünki bilirsiniz ki, şimal yazılmışdı və şimal da ekvatorun yuxarı hissəsinə deyilir. Cənub da aşağı hissəsinə, ona görə bu doğrudur. Marsın bəzi hissələrində su hövzələrinin mövcudluğu, orada mikrobiyoloji həyatın varlığına dair təsdiqini tapmış məlumat və sənədlər mövcud. Bizim bu haqda məlumatımız yoxdur. Baxın, burada qeyd edilib ki, Marsın bəzi hissələrində su ilə örtülü olduğu və mikrobiyoloji həyatın mövcud ola biləcəyinə dair yanaşmalar var. NASA bunu təsdiqləyir. Bu yanaşmalar sənədləşdirilibmi? Məlumatlar təsdiqini tapıbmı? Bu haqda heç bir məlumatımız yoxdur. Ona görə cavab qiymətləndirilməsi mümkünsüzdür. J0 kraterində göl indiyədək Marsda tapılmış ən böyük göldür. Bu haqda heç bir məlumat yoxdur. Gölün ölçüsünün 49 kilometr ölçüsünün olduğu, kraterin eninin 45 kilometr olduğu, qədimi bir göl olduğu filan hamısı vurğulanıb. Amma onun
ölçüsünün ən böyük, ən kiçik və yaxud sıralamada neçənci olduğu haqqında heç bir məlumat yoxdursa, özümdən qənaətə gəlmirəm. Marsda tədqiqat aparan bir çox cihazların yer planetindəki müxtəlif dövlətlərin missiya üzvlərinin ötürdüyü məlumatlara əsasən Marsda mikrobiyoloji həyatın mövcud olma ehtimalı mümkündür. Baxın, bu mümkündür haqqında yuxarıda mümkün ola bilər desəydi doğru götürmək olardı. Mümkündür çox qətiyyətlidir. Və siz bu mətni oxuyaraq Marsda yaşamın olduğunun mümkünlüyünü yox, ehtimallarının araşdırıldığını görə bilərsiniz. Mövcud ola biləcəyinə dair yanaşmalar var. Mövcud ola biləcəyinə dair nümunələr toplanacaq, baxılacaq. Gələcəyə yönəlik burada cavablar var. Amma 95-də konkret yazıb ki, mövcud olma ehtimalı mümkündür. Ona görə biz buna qiymətləndirilməsi mümkünsüz deyəcəyik. Çünki hələ təsdiqini tapmış xüsusi bir şey yoxdur. Marsda tədqiqat aparan bir çox cihazların, plus biz ən vacib məqamlardan biri də budur. Cihazların, biz nə bilirik ki, Marsda cihazlar var. Bəlkə elə bir dənə Perseverance-dır, ondan başqa cihaz yoxdur. Ona görə qiymətləndirilməsi mümkünsüz. Ən ideal cavabdır bura üçün. İndi isə üçüncü, ən böyük mətnimizə keçirik. Çox böyük mətindir, diqqətlə baxın. Bugün gündəlik həyatın bir hissəsi kimi qəbul edilən bir nəsnə, bir neçə əsr əvvəl görmə itiliyi ilə öyünə bilməyənlər üçün əsl xəzinə oldu. Cilalanmış linzaların görmə qabiliyyəti zəif olan insana kömək edə biləcəyini söyləyən ilk şəxs 10-11-ci əsrlərdə yaşamış ərəb riyaziyyatçısı və optikanın banilərindən biri olan İbn Əl-Heysəm olmuşdur. Bununla belə təxminən 200 il ərzində onun ideyasına laqeyd yanaşılmış, yalnız 1240-cı ildə İtalyan rahiblərin onun optika kitabını latin dilinə tərcüməsini etmişlər. Onlar ərəb alimin ideyasından istifadə edərək kvarsdan və qaya kristalından yarımkürə linzalar hazırlamağa başladılar. Rahiblər ixtiranı oxu daşı adlandırdılar. Belə ki, vərəqdə yerləşdirilmiş linza uzaq görmə problemi olan yaşlı rahiblərin çətinliklə ayırt edə bildiyi hərfləri böyüdürdü. Bir neçə il sonra Venesiyanın Murano adasında şüşə istehsalçıları oxu daşını təkmilləşdirərək onu primitiv eynəklərə çevirdilər. 1320-ci ildə Eynək Ustaları İttifaqı yaradıldı. 1466-cı ildə Strasburgda ilk optika açıldı. Təbii ki, oradan yalnız zadəganlar eynək ala bilirdilər. Bahalı eynəklər üçün dəbdəbəli çərçivələrin hazırlanması üçün balina sümüyü, dəri, qurğuşun, hətta tısbağa qabığından da istifadə edilirdi. Lakin bu, eynəklərin bir əhəmiyyətli çatışmazlığını örtə bilmirdi. Erkən intibah dövrünün eynək dizaynını rahat adlandırmaq çətindir. İki linza bir-birinə bağlanırdı, lakin sahibinin gözünə taxmaq heç cür alınmırdı. Oxucu və yazıcı aşağı doğru baxanda eynəyin düşməsini başın ətrafını iplə dolayaraq bərkidirdilər. Əvvəllər ümumiyyətlə o detalda yox idi. Sonradan iplə bərkitməyə deyir başladılar. Ancaq belə istifadə üsulu çox narahatlıq törədirdi. Eynəklər daim aşağı sürüşürdü. Gözün qarşısındakı görüntü sürüşmək istəyərkən fəlsəfi relasiya oxumaq və ya elmi əsər yazmaq necə diqqəti cəmləmək olar? Bugün görməyə öyrəşdiyimiz kimi eynək çərçivələrini 18-ci əsrdə yarandı və onlara qulaq arxası deyildi. Belə çərçivələr Londonda icad edildi. 1728-ci ildə İngilis optikaçı Edward Scarlett'in reklam kitabçasında çərçivələri olan eynək təsvir edilmişdi. Bu ixtira eynək taxmağı xeyli rahatlaşdırmış, onların yerində möhkəm qalmasına imkan yaratmış və gündəlik istifadəsini asanlaşdırmışdı. İtaliyada ilk eynəklər yaradılandan təxminən 100 il ərzində dizaynlar yalnız uzaq görmə problemi olan insanlar üçün nəzərdə tutulmuşdur. Miyop problemini həll etmək üçün linzalar olan ilk eynəklər 15-ci əsrin əvvəllərində hazırlanmağa başlamışdı. İlahiyyatçı və alim Nicolas of Cusa miyoplu insanlar üçün eynəklərin ixtiraçısı hesab olunur və bu eynəyin ilk sahibi gələcək Papa 10-cu Leo Giovanni Medici olmuşdur. 15-ci əsrin ortalarında
Florensiyanın sənətkarlıq emalatxanalarında sənətkarların eynəklər üçün daha təkmilləşdirilmiş linza yaratdıqları əsl tədqiqatlar mərkəzi meydana çıxdı. Lakin çökük linzalar miopiyada necə kömək etdiyinə dair ilk elmi izahatı yalnız 17-ci əsrin Alman astronom və riyaziyyatçısı Friedrich Kepler tərəfindən verilmişdir. Çox böyük mətindir, amma narahat olmayın, etap-etap baxacağıq. Deyir 96-cı sualda. Eynəklərin üzdə sabit qalması, gündəlik istifadənin asanlaşması və eynək taxma rahatlaşması hansı icadın adı ilə bağlıdır? Təbii ki, düzgün cavab qulaq arxasıdır. Niyə? Çünki qulaq arxası hansıdır? Bugün görməyə öyrəşdiyimiz çərçivələr. 18-ci əsrdə Londonda icad edildi 1728-də. Onlar sürüşmənin qarşısını alırdı və insanın üzündə rahat qalırdı, gündəlik istifadəni asanlaşdırırdı. Eynək taxmaq rahatlaşmışdı, yerində möhkəm qalır. Bu rahat sual idi. Mütləq doğru bəndi seçin. 97. 1320-ci ildə Eynək Ustalar İttifaqının yaradılması 1466-cı ildə optikanın açılmasını sürətləndirdi. Yoldaşlar, burada ardıcıllıqla bilib. 1320-də Eynək Ustalar İttifaqı yarandı. 66 optika açıldı. Buna görə optika açıldı. Sürətləndirdisə 146 il sonra optika açıldı. Absurddur bu və qərar vermək mümkün deyil. Ona görə anı götürmürəm. Optikanın banilərindən biri olan İbn Əl-Heysəm 1240-cı ildə kitabını Latin dilinə tərcümə etdirdi. Yanlışdır. Onun kitabını İtalyan rahiblər tərcümə etdirdi. 1728-ci ildə İngilis optikaçısı tərəfindən qulaq hissələri vasitəsi üzdə rahat qala bilən və qolları açılıb bağlanan eynəklər ixtira edildi. Nə bilirik qolları açılıb bağlanan? Bəlkə ilk eynəklərin qolları açılıb bağlanmırdı. Çökük linzalar miopiyaya necə kömək etdiyini optikaçı Friedrich Kepler elan etdi. Bu da səhv. Friedrich Kepler optikaçı deyil. Friedrich Kepler astronom və riyaziyyatçıdır. C düzdür. Ərəb alimin ideyasını istifadə edən İtalyanlar kvars və qaya kristalının yarımkürə hazırlayıb hərflərin böyüdülməsinə nail ola bildi. Bəli, doğrudur. Yuxarıda mətndə bu qeyd edilir. 98. Qiymətləndirilməsi mümkün olmayan cümləni seçin. Yəni, yanlış və doğruları yox, qiymətləndirilməsi mümkün olmayan. Papa 10-cu Leo Giovanni Medici tərəfindən verilən tapşırıqlar nəticəsində 17-ci əsrin miop problemini həll etmək üçün çökük linzalar yaradıldı. Yoldaşlar, Papa 10-cu Leo Giovanni belə deyək, gələcək üçün o fikirlərin 15-ci əsrlərdə ondan söhbət gedir. Amma bu tədqiqatlar 17-ci əsrdə aparılır. Biz mətndə görürükmü ki, Papa 10-cu Leo Giovanni Medici gələcək üçün hansısa bir tapşırıq verib ki, gələcəkdə miyopiya problemini həll edən çökük linzalar yaradın, yaratmayın. Yəni, biz 17-ci əsrin əvvəllərində miyopiyanın problemini həll edən çökük linzaların Friedrich Kepler tərəfindən bu məsələnin izahını gördük. Amma tapşırığı kim verib? Bilmirik. Ona görə qiymətləndirməsi mümkünsüz olan yedir. Miyopiya problemini həll etmək üçün ilk eynəklər 15-ci əsrin əvvəlində Giovanni Medici tərəfindən hazırlanıb. Giovanni Medici tərəfindən hazırlanmayıb. İlahiyyatçı Nicolas of Cusa bu eynəklərin ixtiraçısı olub. Prosto onu taxmaq üçün ilk sahibi Giovanni olub. Yəni, bu tamamilə yanlış bənddir. Oxucu linzaların iplərlə baş ətrafından bərkidilməsi funksiyonallığının artırılmasına tam kifayət etmirdi. Bu da doğrudur. Amma məndən qiymətləndirilməsi mümkün olmayanı istəyirlər. Bahalı eynəklər üçün dəbdəbəli çərçivələr hazırlanmasında ispağa qabığı, quruqşun və balina sümüyündən istifadə edilirdi. Bu da doğrudur. Çərçivəli eynəklər Londonda icad edilib və Edward tərəfindən reklam kitabçasında təsvir edilib. Bu da doğrudur. Yenə deyirəm, məndən mümkün olmayanı soruşurlar deyə doğruları və yanlışları götürmürəm. 99-da deyil, verilmiş xronologiyanı keçmişdən müasirə doğru sıralayın. Ən keçmişdəki fikir nə idi? Ərəb alimin eynək yaratmaq arzusu. 1100 neçənci illərə, 10-11-ci əsrlərə təsadüf edir. Ondan sonraki, baxın,
1240-cı ildə bu kitab, optika kitabı tərcümə edildi. Onda belə çıxır ki, birdən sonra nə gələcək? Tərcümə. Optika kitabın tərcüməsi 3. Sonra ittifaq yaradıldı. İttifaq yoxdur deyəsən burada. İlk optikanın açılması 1466 idi, yuxarıda yazıb. Sonra İtaliya rahiblərinin optika kitabı bu 1240-cı il idi. Londonda qulaqarası eynəklər 1728-ci il idi. Friedrich Kepler'in çökük linzalar haqqında elmi izahatı 17-ci əsrin əvvəlləri. Yox, bir dəqiqə üstə mətndə hardadır? 17-ci əsrdə Friedrich Kepler bunu təyin edib. 17-ci əsrdə 1600 neçənci ildir də? 1600 neçə. Deməli o Londondan əvvəldir. London hadisəsi belə çıxır ki, son hadisədir. Çünki 1728-dən sonra heç nə danışmayıb. Axırı 4 ilə olacaq. Sonra 5-5 Friedrich Kepler'in bu təxminən 16-cı əsrdə, o da ondan qabaqdır. Cavab deyəsən A variantıdır. Gəlin bir dənə ardıcıllıqla yoxlayın. 1, 3, 6, 2, 5, 4. Birinci hadisə baş verib təxminən 11-ci əsrdə. 11-ci əsr. Bu düzdür. Üçüncü hadisə 1240-cı ildə, yəni 13-cü əsrdə. Bu da yaxşı gedir hər şey. 6. Miyopiya problemi ilə bağlı eynəklərin azalması 15-ci əsrdir. Bu da düzdür. 2. İlk optikanın açılması. Baxın, ilk miyopiya ilə bağlı eynəklər 15-ci əsrin ortalarıdır. Ümumiyyətlə, hazırlamağa başlamaq 15-ci əsrin əvvəlləridir. Deməli, 15-ci əsrin əvvəllərində miyopiya problemi ilə bağlı eynəklər hazırlanıb. 15-ci əsrin sonlarında, yəni 50-ci illərdən sonra, ortasından sonrası sonlar deyə bilərik. Bu da ilk optikanın açılmasıdır. Bu da düzdür. Amma ikisi də 15-ci əsrə təsadüf edir. Prosta əvvəlləri deyirdi ya, başa düşürəm ki, miyopiya probleminə bağlı eynəklərin hazırlanması əvvəlləridirsə, yəqin 1410-cu, 20-ci, 30-cu illərdir. Friedrich Kepler'in izahı 17-ci əsrdir. Və qulaq arxası eynəklər də 18-ci əsrdir. Ona görə cavab elə A variantı. Yüzdə də deyir ki, hansı cavab digərlərindən fərqlidir? Təbii ki, Papa 10-cu Giovanni Medici fərqlidir. Çünki bunlar hamısı eynəklərin ixtirasında, belə deyim, ideyasında, miyopiya dəstəyində, yəni qısacası eynəyin inkişafında rolu olan insanlardır. Papa 10-cu Giovanni Medici kimdir? Heç nə, ilk eynəyi taxan adamdır. O nə iş görüb ki, bu eynəklər üçün? Ona görə digərlərindən fərqlidir. Yoldaşlar, növbəti videolarımızda qrafik məlumatların təhlili, yəni rəqəmsal məlumatların təhlili və həmçinin də digər bölmə abstraktın da izahını görəcəksiniz. Hər birinizə uğurlar arzulayıram. Salamat qalın.